xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Kanalımıza xoş gəlmisiniz. İndi isə sizə 8 avqust 2026-cı il şənbə gününə gözlənilən hava şəraiti barədə ətraflı məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli və az buludlu keçəcəyi gözlənilir. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturunun gecə saatlarında təxminən 28, gündüz isə 32-33 dərəcə isti olacağı gözlənilir. Dəniz sahilinə üz tutacaq vətəndaşlara günün isti saatlarında günəş şüalarından qorunmaları tövsiyə olunur. Ölkənin şimal rayonlarında hava əsasən yağmursuz keçsə də dağlıq və dağətəyi ərazilərdə günün ikinci yarısında qısa müddətli yağış və şimşək çaxması ehtimalı istisna edilir. Səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Qərb rayonlarında dəyişkən hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi ərazilərdə qısa müddətli yağış yağacağı, çimşək çaxacağı və küləyin arabir güclənəcəyi ehtimal olunur. Sürücülərə və uzun yol gedənlərə diqqətli olmaları tövsiyə edilir. Mərkəzi Aran rayonlarında əsasən isti və quraq hava şəraiti gözlənilir. Günəş şüalarının təsiri günorta saatlarında daha güclü hiss olunacaq. Temperaturun 34-37 dərəcə isti arasında dəyişəcəyi proqnozlaşdırılır. Qarabağa və Şərqi Zəngəzur iqtisadi rayonlarında hava əsasən sabit olacaq. Lakin yüksək dağlıq ərazilərdə axşam saatlarına yaxın qısa müddətli yağış ehtimalı mövcuddur. Dağlıq ərazilərdə hava nisbətən sərin keçəcək. Quba, Qusar, Xaçmaz və ətraf rayonlarda hava dəyişkən buludlu olacaq. Ayrı-ayrı dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək müşahidə oluna bilər. Səhər saatlarında duman yaranması ehtimalı da var. Lənkəran-Astara bölgəsində hava isti və nisbətən rütubətli olacaq. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Dəniz sahillərində mülayim külək əsəcək və axşam saatlarında hava bir qədər sərinləşəcək. Naxçıvan Muxtar Respublikasında əsasən açıq və günəşli hava gözlənilir. Günorta saatlarında isti hava şəraiti üstünlük təşkil edəcək. Açıq havada çalışan şəxslərin bu mayı qəbul etməsi tövsiyə olunur. Dağlıq rayonlarda səhər və axşam saatlarında hava sərin olacaq. Günün ikinci yarısında bəzi ərazilərdə qısa müddətli yağış və göy gurultusu ehtimalı saxlanılır. Ümumilikdə 8 avqust tarixində ölkə ərazisinin böyük hissəsində yay mövsümünə uyğun isti hava şəraitinin müşahidə olunacağı, yalnız bəzi dağlıq və qərb rayonlarında qısa müddətli yağıntının mümkün olduğu gözlənilir. Hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqları izləmək və zərurət olduqda təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edilir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Ən son hava proqnozları və gündəlik xəbərlər üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildirişləri aktiv etməyi unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.